Salam, bugün sizə 7-ci sinif biologiya 2-ci hissədən 6.2 ekosistemlərdə qida münasibətləri, qida şəbəkəsi mövzusunun çalışmalarının izahını verəcəm. Birinci çalışmaya baxaq. Şəkili nəzərdən keçir. Bu canlılar arasında oxlar çəkərək qida şəbəkəsi qur. Qida şəbəkəsi yəni kim nəyi yeyir belə başa düşək. Burada bu canlılar arasında qida şəbəkəsini qurmağa çalışsaq, məsələn, ot, çəyirtkə. Daha sonra çəyirtkə, siçan. Çəyirtkə, kərtənkələ. Daha sonra siçan, ilan. Kərtənkələ, ilan. İlan, bayquş. Siçan, bayquş. Bu şəkildə oxlarla göstərəcəksiniz. Oxu hansı istiqamətə çəkmişəmsə, siz də elə çəkin. B variantına baxaq. Qurduğun bu qida şəbəkəsindəki canlıları qidalama üsuluna görə qruplaşdır. Qidalama üsuluna görə qruplaşdırsaq, burada həm herbivor var, həm avtotrof var, həm karnivor var, həm də omnivor var. Yaxşı, qruplaşdırma aparaq. Qeyd edək. Avtotrof, ot bitkisi. Herbivor, yəni yalnız bitki mənşələrlə qidalanan herbivora aiddir çəyirtkə. Karnivora aiddir. Yəni karnivor nədir? Heyvan mənşəli qida ilə qidalananlar. Karnivora aiddir ilan. Daha sonra kərtənkələ və bayquş. Karnivora aiddir. Omnivora isə omnivor nə idi? Omnivor həm bitki, həm də heyvan mənşəli qidalananlar. Omnivora isə aiddir siçanlar. İkinci suala keçək. Baxaq, ikinci sualda bizdən nə istəyir? Bir qida şəbəkəsindəki K, L, M, N və P canlılarından K və N karnivordur, M və P herbivordur, L isə avtotrofdur. Buna görə aşağıdakılardan hansı bu qida şəbəkəsindəki qida zəncirlərindən biri ola bilər? İkinci sualda avtotrof hansıdır? Yəni ot bitkisi hansıdır? L-dir. Avtotrofla qidalanan, yəni bitki ilə qidalanan necə adlanır? Herbivor adlanır. Ot bitkisi ilə qidalananlar, herbivorlar hansıdır? M və P. Zəncir belə olacaq. L, M, P. Bəs herbivorlara qidalanan hansı olacaq? Karnivor olmalıdır. Burada da karnivor M verilib. 2-də uyğun variant olacaq A variantı. Üçüncüyə baxaq. Bizə nə deyir? Qida şəbəkəsinə aid sxemi nəzərdən keçir və sualları cavablandır. Belə bir qida zənciri, qida şəbəkəsi verilib daha doğrusu. Adı nə deyir? Hansı canlılar karnivordur? Karnivor, biz sxemə baxayıq burada. Deməli, karnivor nədir? Ümumiyyətlə, heyvan mənşəli qida ilə qidalananlar. Karnivor olacaq tülkü və qızılquş. Tülkü. Bir də qızılquş. Hansı canlılar omnivordur? Omnivor nə idi uşaqlar? Həm bitki, həm də heyvan mənşəli qida ilə qidalananlar. Omnivora aiddir toyuq və sərçə. Hansı canlılar herbivordur? Herbivor isə bitki mənşəli qida ilə qidalananlar. Herbivora aiddir nə? Dovşan. D'də nə deyir? Hansı canlı günəş enerjisini istifadə edərək qeyri-üzvü üzvü maddə hazırlaya bilir? Hansı olacaq? Əlbəttə ki, ot bitkisi. Y-yə baxaq. Hansı canlılar üçün üçüncü konsument ola bilərlər? Üçüncü konsument. Üçüncü konsument burada ola bilər. Tülkü ilə qızılquş. Tülkü və qızılquş. Nəyə görə üçüncülü konsumentdir? Belə deyək, ot bitkisi nədir? Avtotrof bir bitkidir. Produsentdir. Produsentlə nə qidalanır? Konsument. Birinci dərəcəli konsumentimiz hansıdır? Böcək. Böcəklə nə qidalanıb? Toyuq. Toyuqla da nə qidalanıb? Tülkü. Artıq tülkü burada oldu. Üçüncü dərəcəli konsument. Sonra biz dedik bir də qızılquş. Elə
Qızılquş da 3-cü dərəcə konsumentdir. Necə? Çünki ot bitkisi burada produsentdir. Produsent də qidalanılan 1-ci dərəcəli konsumentdir. Yəni ot bitkisi ilə qidalanıb böcək oldu 1-ci dərəcəli konsument. Böcəklə nə qidalanıb? Sərçə. Sərçə oldu 2-ci dərəcəli konsument. Yaxşı, sərçə ilə nə qidalanıb? Qızılquş qidalanıb. Deməli qızılquş da oldu 3-cü dərəcəli konsument. F-ə baxaq, qida zənciri ilə qida şəbəkəsi arasında fərq nədir? Aha, qida zənciri ilə qida şəbəkəsi arasında fərq odur ki, qida zənciri birbaşa, sadə və tək xətt üzrə enerji axınıdır. Amma qida şəbəkəsi isə bir neçə qida zəncirinin birləşməsidir. Necə oldu? Qida zənciri birbaşa, sadə və tək xətt üzərində enerji axınıdır. Qida şəbəkəsi isə bir neçə qida zəncirinin birləşməsidir. Bugünkü izahımız bura qədər. Kanalıma